Salam. Gəlin belə bir məsələyə baxaq. Sürətimiz saniyədə 30 metrdir. Yəni V bərabərdir 30. Zamanımız 3 saatdır. T bərabər 3 saat. Və bizdən gedilən yolu tapmaq tələb olunur. S bərabərdir suala. Gedilən yolu tapmaq tələb olunur. Neçə kilometr yol gedər? Gördüyünüz kimi zaman saatdan verilibdir. Sürət isə saniyədə metrlə verilibdir. Bizdən isə kilometrlə. Baxın, burada heç bir çevirmə etmirəm. Sadəcə bilirəm ki, S nəyə bərabərdir? V vur T-yə. V-ni yazıram 30, vurulsun T. T-miz də neçədir? 3, vurulsun 3. Və bu hasili də vururam 3,6-ya. Bərabərdir. Neçə eləyir? 90 vuraq 3,6 və cavabımız olur 324. Yəni bu məsələ imtahanda düşən zaman saniyədən metrdən kilometr saata keçim. Bunların heç birisinə gərək yoxdur. Yaxud saatdan saniyəyə keçim, sonra o kilometrə çevirim. Qısa şəkildə bu cür həll edə bilərsiniz. Deməli cavabımız olur D variantı.